Gəlin bugün 1947-ci ilin klassik filmi Qara Nərgizə baş vuraq. Bu hekayə, bilirsiniz, bir qrup rahibənin öz inanclarını ucqar bir zirvəyə daşımasından bəhs edir. Amma işin maraqlı tərəfi odur ki, sonda həmin məkan onların ruhunu fəth edir. Yəni bu təkcə bir missiyanın hekayəsi deyil, əslində insan iradəsinin təbiətlə amansız toqquşmasıdır. Və hər şey, bax bu sadə, amma bir o qədər də sarsıdıcı xəbərdarlıqla başlayır. Cənab Din, yəni sanki sadəcə hava proqnozu vermir, elə bil bir hökm oxuyur. Bu sözlər var ha, Moray Porun o səbirsizliyini, rahibələrin isə zamanla necə bir yarışa girdiyini göstərir. Yaxşı, bəs sual budur. O yağışlar başlayanda nə olacaq? Hə, deməli missiyamız başlayır. Təsəvvür edin, bir qrup Anglikan rahibəsi dünyanın düz zirvəsində, Mompu deyilən yerdə monastır qurmaq kimi həqiqətən də cəsarətli bir işə girişir. Bu sanki sivilizasiyanı və inancı götürüb ən vəhşi təbiətin düz ürəyinə yerləşdirmək cəhdidir. Və bu böyük missiyanın başında kim dayanır? Ordenin ən gənc baş rahibəsi, bacı Klauda. O, bu işə böyük bir qürurla, həvəslə başlayır. Amma heç ağlına da gətirmir ki, o yüksəklik təkcə onun liderlik bacarıqlarını yox, elə daxili dünyasının ən dərin qatlarını sınağa çəkəcək. Onların yeni evi isə, inanın ki, sadəcə bir bina deyil, Mopu sarayı. O, sanki nəfəs alan, öz xatirələri olan canlı bir varlıqdır. Düşünün, əvvəllər generalın hərəmxanası olub, yerlilər də ora qadınlar evi deyir. Bax, o divarlara hopmuş o keçmiş var ha, o, rahibələrin gətirdiyi o müqəddəsliyi elə ilk andan sorğu-suala tutur. Komandada bəllidir, hər kəsin öz rolu var, amma aralarında biri var, Bacurut. O, bu zirvəyə təkcə xəstəliyini gətirmir. Özüylə birlikdə içində bastırdığı bütün arzuları da gətirir. Və Mopunun o amansız küləklər var ha, bax onlar onun içindəki o fırtınanı alovlandıracaq ilk qığılcım olacaq. Bax, hekayənin əsl ürəyi məhz burada döyünməyə başlayır. Bu artıq sadəcə iki fərqli məqsədin davası deyil, yox. Bu, bir-birini tamamilə inkar edən iki dünyanın toqquşmasıdır. Bir tərəfdə müqəddəs Feys evinin o saf idealları, o biri tərəfdə isə qadınlar evinin sərt, kabus kimi reallığı. Yəni baxın, bir tərəfdə nə var? Nizam, intizam, sükunət, divarlar arxasında qorunan bir inanc. Amma o biri tərəfdə nə var? Daşqın kimi, idarə olunmaz bir təbiət və azadlığa çıxmaq üçün çırpınan arzular. Rahibələr düşünürlər ki, bu iki dünyanı birtəhər barışdıra bilərlər. Amma Mopu barışıq zad istəmir. O, sadəcə özünə tabe etmək, assimilyasiya tələb edir. Gəlin bu rəqəmə bir daha baxaq. 9000 fut. Yəni, bu elə bir yüksəklikdir ki, hava seyrəlir, ürək daha sürətlə döyməyə başlayır, beyin isə asanlıqla dumanlanır. Orada təkcə inancınla mübarizə aparmırsan. Aldığın hər nəfəs özü bir mübarizəyə çevrilir. Və ilk problemin əlamətləri də özünü çox gözlətmir. Məlum olur ki, yerli sakinlər məktəbə zada ancaq pul verildiyi üçün gəlirlər. Deməli, bütün missiya səmimiyyət yox, pulla alınmış bir maraq üzərində qurulub və belə saxta bir təməl Mopunun ilk yüngül zəlzələsindəcə dağılmağa məhkumdur, elə deyilmi? Hə, beləcə təməldəki o ilk çatlar da görünməyə başlayır. İndi gəlin baxaq görək, Mopu o dəmir kimi nizam-intizam zireyini necə yavaş-yavaş, ilmə-ilmə deşir və hər bir rahibənin içində o illərlə unudulmuş dünyanı necə oyadır. Bazı Filippanın bu sözü əslində hər şeyi deyir. Deyir ki, buradan o qədər uzağı görürəm ki, ora baxanda əkdiyim kartofu görmürəm. Yəni, təbiətin o əzəməti, o böyüklüyü o qədər başcicəlləndiricidir ki, gündəlik adi vəzifələr birdən-birə mənasız görünməyə başlayır. Gözün uzaqlara dikiləndə əlindəki işi unudursan. Mopu sanki onları öz vəzifələrindən oğurlayır. Bu zaman çizərgəsi o nizamın necə, bilirsiniz, addım-addım söküldüyünü göstərir. Hər şey bir çiçəklə başlayır, sonra bir xatirə ilə davam edir və sonda qadağan olunmuş bir ətirlə pik nöqtəsinə çatır. Burada hər bir kiçik itaətsizlik əslində o böyük fəlakətə aparan yolda atılmış bir addımdır. Və gəldik çıxdıq Qara Nərgizə. Bu dostlar sadəcə bir ətir deyil, bu o monastırın müqəddəs havasına qarışan günahın qoxusudur. Sanki onların imtina etdikləri bütün o dünyəvi arzular bir şüşəyə həbs olunub və indi o şüşə açılır, hər şey azadlığa çıxır. Və artıq bütün o çatlar birləşir, təməl isə tamamilə çökür. İndi biz dəliliyə doğru o son enişin, o qaçılmaz mərhələnin şahidi olacağıq. Son domino daşları isə bir-birinin ardınca aşmağa başlayır. Bir körpənin ölümü kəndlilərin qəzəbinə səbəb olur. Qəzəb tam təcridə gətirib çıxarır. Təcrid isə Bacurutu ümidsizliyə sürükləyir.
Və onun o son, dəlicəsinə hərəkəti bu zəncirin ən ölümcül, ən faciəvi halqasına çevrilir. Yaxşı, bəs bütün bu fəlakətdən sonra geriyə nə qaldı? Gəlin Morfeponun o dağıntıları arasında gizlənən dərslərə baxaq. Görək bu tamamilə uğursuz olmuş missiya bizə əslində nə demək istəyir? Bu cədvəl əslində bütün mübarizənin bir xülasəsidir. Rahibələr özləri ilə nə gətirmişdilər? Nizam, sarsılmaz inanc, özünü inkar. Amma Mopu onlara daha güclü, daha ibtidai bir şey təklif etdi. Xaos, şübhə və insanın içindəki o ən dərin, ən qədim arzular. Və təbii ki, bu döyüşdə daha qədim olan güc qalib gəlir. Və sonda hekayə başladığı yerə qayıdır. Cənab dinin o xəbərdarlığı bir peyğəmbərlik kimi gerçəkləşir. Musson yağışları başlayır və sanki Mopunun üstündəki bütün bu qısa, faciəvi hekayəni yuyub aparır. Rahibələr gedir. Mopu isə əbədi olaraq yerində qalır. Və beləliklə, Qara Nərgiz bizi bu dərin, əbədi sualla tək buraxır. Bizim o dəmir kimi iradəmiz, o sarsılmaz inancımız, ayağımızın altındakı torpağın, nəfəs aldığımız havanın gücünə həqiqətən qalib gələ bilər? Yoxsa bəlkə də elədir ki, bəzi zirvələr fəth edilmək üçün deyil, sadəcə və sadəcə bizə nə qədər kiçik olduğumuzu xatırlatmaq üçündür.